Salam hörmətli şagirdlər və riyaziyyat həvəskarları. Mən Ülfət müəllim. Bu günləri sizlər üçün yeni bir mövzu izahı ilə başlayacağıq və inşallah ki, mövzu izahından sonra mövzuya uyğun olan bəzi test nümunələrini izah etməklə sizlər üçün faydalı olacağını düşünürəm. Biz başlayaq. Bizim bugünkü mövzumuz tələbələrin kiçik diqqətsizliyi nəticələrində sualla səhv cavab aldıqları mövzulardan biri olan taxtanın və ya lentin kəsilməsi mövzusudur. Qeyd etmək istərdim ki, bu mövzu lisey imtahanlarının qəbullarında və lisey sınaqlarında və eləcə də məntiqi təfəkkürlə bağlı olan bütün tip kursların imtahan mövzuları sırasına daxildir. Gəlin birlikdə biz bu mövzu ilə bağlı bəzi məsələləri nəzərdən keçirək. Taxtanın və ya lentin kəsilməsi mövzusundan bizim əsas qeydimiz hissələrin sayı kəsilənlərin sayından bir vahid böyük olmasıdır. Yəni, nə deməkdir bu? Bu o deməkdir ki, sən əgər neçə kəsim həyata yerinə yetirirsənsə, həyata keçirirsənsə, onda sənin aldığın hissələrin sayı kəsimlərin sayından bir vahid böyük olacaq. Yəni, necə? Yəni, baxın, tutaq ki, bu parça verilir mənə. Mən bu parçanı bir yerdən kəsdim. Bir dəfə kəsdim. Neçə hissəyə böldüm bunu? 2 yerə. Mən bunu 2 dənə kəsdim. Neçə hissəyə böldüm? 1, 2, 3 yerə. Mən bunu 3 yerdən kəsdim. Neçə hissəyə böldüm? 1, 2, 3, 4 yerə. Bu o deməkdir ki, əgər kəsim sayı eynisə, onda hissələrin sayı nə olur? Hissələr bərabər olur n plus 1. Hissələrin sayı kəsimlərin sayından hər zaman bir vahid böyükdür. Bundan əlavə, sizdə bu tipdə suallar verə bilərlər və yaxud da sual verə bilərlər bunun kəsilməsinə sərf olunan dəqiqələrlə bağlı. İndi biz o tip suallara da nəzər yetirəcəyik. Gəlin belə bir sual verək, belə bir suala yanaşaq ki, 60 metr uzunluğunda bir parça, 60 metr uzunluğunda bir parça, AB parçası olsun. Bu AB parçasının uzunluğu 60 metrdir. AB parçasının uzunluğu 60 metrdir. Bizə deyilsin ki, bu parçanı 3 yerə kəsmək üçün neçə kəsim əməliyyatı yerinə yetirmək lazımdır? 3 yerə kəsmək üçün, yəni 3 yerə kəsmək nə deməkdir? 3 hissəyə bölmək. Yəni 3 hissəyə bölmək üçün neçə kəsim əməliyyatı yerinə yetirmək lazımdır? Və sonra da sual verər ki, burada hər hissənin uzunluğu nə qədər olar? Bunun üçün biz nə edəcəyik? Əgər bizə deyirsə ki, bu parçanı 3 hissəyə bölməsi necə kəsim lazımdır? Biz bilirik ki, əgər 3 dənə hissəyə kəsmək üçün biz n plus 1-imiz olur 3. N plus 1-imiz olur 3. Deməli, n-imiz olur nə? 2. Deməli, kəsimimiz 2-dir. Deməli, 2 yerdən kəsməliyik. 2 yerdən kəsdik. Əgər bizə deyilsə ki, əgər bir şərtdə versə ki, bu hissələr bərabər uzunluqdadır. Şərtdə versə ki, bu hissələr bərabər uzunluqdadır. O halda biz nə edirik? 3 hissə olduğuna görə 60-ı bölürük 3-ə, alırıq 20. Yox, əgər şərtdə bərabərliyi verməsə, onda biz götürüb burada ixtiyari şəkildə bölsə, onda biz bunun hər birinə 20 deyə bilmərik. Yəni necə? Tutaq ki, məsələn, bu AB parçası olsun, sənə deyirsə, məsələn, 3 hissəyə bölünür. Bu hissələr bu miqyasda da bölünə bilər. Bax, bu belə də bölünə bilər. Burada artıq biz hər birini 20 deyə bilmərik. Şərtdə verməlidir ki, əgər parça bərabər hissələrə bölünübsə, onda 63-ə bölüb hər birini 20-20 götürmək mümkündür. İndi isə başqa bir tipə baxaq. Məsələn, belə bir suala baxaq. Bizə desin ki, parçanın uzunluğunu 4 kəsim yerinə yetirməklə neçə hissəyə ayırmaq olar? 4 kəsim yerinə yetirmək neçə hissəyə ayırmaq olar? Və əgər parçanın hər bir hissəsinin uzunluğu 10 cm bərabər olarsa, ümumi parçanın uzunluğunu tapın. Bir də deyirəm, parçanın uzunluğunu 4 kəsim həyata keçirməklə neçə hissəyə ayırmaq olar? Və hər bir hissənin uzunluğu 10 cm olarsa, ümumi parçanın uzunluğunu tapın. Bu halda biz baxırıq ki, kəsimin sayı 4-dür. Deməli, n-imiz onda 4-dür. Hissələrin sayı nə olar bunda? N plus 1 bizə verəcək nə? 4 plus 1, yəni 5.
Hissələrin sayı olacaq 5. Əla. Biz bir sualın birinci hissəsinin cavabını tapdıq ki, hissələrin sayı 5-dir. Bizə deyir ki, hər hissənin sayı 10 olarsa ümumi parçanın uzunluğu nə qədərdir? Hər hissənin uzunluğu 10 olarsa, 10 sm olarsa, 5-i vururam 10 sm-ə, alıram nə qədər? 50 sm olacaq. Deməli, səndə həmin parçanın uzunluğu 50 sm-ə bərabər imiş. Bundan əlavə, sual tiplərində belə də görə bilərsiniz ki, bayaqları qeyd edədiyim taxtanın bölünməsinə sərf olunan zaman. Məsələn, deyər ki, bir taxtanın uzunluğu yenə də olsun AB taxtasının, parçalar fərqi yoxdur, taxta da çox kəsmək üçün vaxt sərf olunur, ona görə belə deyirik. Deyir ki, AB taxtasını 6 bərabər hissəyə bölmək üçün 20 dəqiqə vaxt sərf olunur. Yazıram nə? 6 hissəyə bölmək üçün sərf edib vaxt 20 dəqiqə. 20 dəqiqə vaxt sərf edib 6 hissəyə bölmək üçün. Mən bilirəm ki, hissənin sayı n+1 idi. Yəni, hissənin sayı 6-dırsa. Deməli, kəsimi nə qədər olur? Kəsimi olub 5. Deməli, 5 yerdən kəsib də bunu. 1, 2, 3, 4, 5. 5 yerdən kəsib. Və deyir, kəsim üçün 20 dəqiqə vaxt sərf edib. Onda bu deməkdir ki, 5 dənə kəsimə 20 dəqiqə vaxt sərf edib. Bir kəsim üçün nə qədər vaxt sərf edib? Bunu bilirik biz, xeyr bilmirik. Gəlirik bir kəsim üçün sərf olunan vaxtı tapmağa. Bir kəsim üçün sərf olunan vaxtı x desək, 5x bərabər olar 20-yə. Onda biz bir kəsimə sərf olunan vaxt taparaq ki, bir kəsimə sərf olunan vaxt sən demək 4 dəqiqə imiş. İndi bundan sonra sualın ardında bizə deyə bilər ki, əgər həmin parçanı 10 hissəyə bölmək üçün nə qədər vaxt lazımdır? Və yaxud da deyə bilər ki, həmin parçanı 12 hissəyə bölmək üçün nə qədər vaxt lazımdır? Bu tip sualları verdikdə artıq hissəni sənə deyirsə 10 hissə, 12 hissə, deməli kəsim nə qədər olacaq? Ondan bir vahid az. Ondan bir vahid azı sən tapdın ki, həmin əməliyyatın yerinə yetirilməsi və hər əməliyyatın yerinə yetirməsinə 4 dəqiqə vaxt sərf olunubsa, deməli həmin rəqəmi 4-ə vurmalısan. Məsələn, biz fərz edək ki, sualın ardında belə tamamlayır ki, həmin parçanı 13 bərabər hissəyə bölmək üçün nə qədər vaxt lazımdır? Əgər 13 bərabər hissəyə deyirsə, yəni n+1 13-ə bərabər olar, n-im deməli 12-dir. Deməli 12 dənə mən həmin kəsim əməliyyatını yerinə yetirməliyəm. O səbəbdən məndə hər hissəyə 4 dəqiqə vaxt sərf edirdimsə, 12-ni vururam 4-ə, alıram 48. Deməli, həmin bu AB parçasını 13 hissəyə bölmək üçün mən 48 dəqiqə vaxt sərf etməliyəm. Mən artıq əminəm ki, siz, dəyərli izləyicilər, bu mövzu ilə bağlı qarşılaşa biləcəyiniz hər hansı bir sualı rahat bir şəkildə həll edə bilərsiniz və istər lisey sınaqlarında və yaxud da istərsə liseyin qəbul imtahanlarında bu tip mövzularda düşən sualları tez bir zamanda həll edib, uğurlu nəticələrlə bizləri sevindirəcəksiniz. Video xoşunuza gəldisə, videonu bəyənməyi unutmayın. Kanala abunə olsanız daha da yaxşı olar. İşlərinizdə sizlərə uğurlar arzu edirəm. İnşallah növbəti videolarda görüşənə qədər. Hələlik.